14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri günüdür. Bugün müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin və strateji təhlükəsizliyinin əsas dayaqlarından biri olan hərbi hava qüvvələrimizin peşə bayramıdır. Ölkəmizin hava məkanının etibarlı qorunması, istənilən təhlükəyə çevik və dəqiq cavab verilməsi məhz bu şərəfli qoşun növünün üzərinə düşür. Pilotlarımızın cəsarəti, mühəndis texniki heyətin yüksək peşəkarlığı, hava hücumundan müdafiə bölmələrinin ayıq-sayıqlığı sayəsində Azərbaycan səması daim nəzarət altındadır. Hərbi hava qüvvələrimiz illər ərzində böyük inkişaf yolu keçərək müasir aviasiya texnikası, qabaqcıl idarəetmə sistemləri və yüksək hazırlıqlı kadr potensialı ilə təchiz olunub. Bu sahədə xidmət edən hər bir hərbçi yalnız texniki bilikləri ilə deyil, həm də vətənə sonsuz sədaqəti, nizam intizamı və fədakarlığı ilə seçilir. Xüsusilə döyüş şəraitində göstərilən qətiyyət və dəqiqlik bu qoşun növünün peşəkarlığına bir daha sübut eləyib. Azərbaycanın hərbi tarixində hərbi hava qüvvələrinin xüsusi yeri var. Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizədə bu sahənin şəxsi heyəti üzərinə düşən tapşırıqları şərəflə yerinə yetirib, xalqımızın etimadını doğruldub. Bu gün də gənc nəsil pilotlar və hərbi mütəxəssislər özlərindən əvvəlki nəsillərin şanlı yolunu layiqincə davam etdirirlər. Bu əlamətdar gün münasibəti ilə vətənə xidmət edən bütün hərbi hava qüvvələri şəxsi heyətini səmimi qəlbdən təbrik eləyir. Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anır. Qazilərimizə möhkəm can sağlığı arzuluyuruq. Qoy Azərbaycan səması daim sülh, güc və əmin-amanlıq rəmzi olsun. Uçuşlarınız təhlükəsiz, xidmət yolunuz uğurlu olsun.